Patentdə yazılmış proqramın əsası müəyyəndir. Mən əvvəlcə bir S siyahım var, sonra da C siyahım var, amma C siyahısını nisbətən fərqli şəkildə təyin edib. Deyir, C siyahısı bərabərdir. İçində 0 olan bir siyahını vurun len S-ə, yəni ki, S-in uzunluğuna, yəni 3-ə. Bu bizdə belə bir siyahı verəcək. Həmin iki elementdən siyahı daxilində artıq 3 dənə olacaq. Çünki 3-ə vurduq üçün. Daha sonra bir dövr başladır. Dövrdə bizdə i dəyişən üzrə gedir və 0-dan başlayaraq len S-ə qədər gedir. Len S də bizə nəyə verir? 3 verir. Deməli, onda i-nin qiymətləri sırasıyla 0, 1, 2 olacaq. İndi dövrə başlayaq. i var. Bir dənə belə eləyək. C-ni buradan əlavə eləyərik. Yuxarıdan silib düzəldərik. Bir dənə bura SI yazaq. Rahat olsun deyə. Və dövrü başladaq. Deməli, i-nin qiyməti 0-dır. 0 olduqda SI-nin qiyməti nəyə bərabər olur? A-ya bərabər olur. İndi deyir ki, C-yə daxil et nəyi? C-yə daxil et SI, yəni ki, A vurulsun i plus 1. Yəni ki, 1. Yəni A-nı nə edəcək? A-nı 1-ə vuracaq və i-ninci indeksə daxil edəcək C-də. C-də i-ninci indeks nədir? 0-cı indeks 1-ci indeks deməkdir də. Onda deməli, baxın, C-nin halı bu formada olacaq. İndiki halı. C bərabərdir A. Bu formada. Növbəti addımda i-nin qiyməti 1 olur. I-nin qiyməti 1 olduqda SI-nin qiyməti B-yə bərabər olur. Və bu səfər C-yə nəyə daxil edir? C-də birinci indeksə 2 vur B-ni daxil edir. 2 vur B, yəni ki, 2 dənə B-ni. Bu halda artıq C-nin qiyməti bu siyahı kimi olacaq. Növbəti addımda i-nin qiyməti 2-yə bərabər olur. I-nin qiyməti 2-yə bərabər olurda SI-nin qiyməti C-yə bərabər olur. Və C-yə bu səfər nəyə daxil edir? C dəyişəninə. C simvolunu 3-ə vurub daxil edəcək. Çünki i-nin üzərinə 1 gəlir axı. 3-ə vurub daxil edikdə artıq nəyə daxil eləmiş olur? C-yə 3 dənə C simvolunu daxil edir. Hansı indeksə? İkinci indeksə. İkinci indeksə daxil etdikdə də C-nin yeni qiyməti artıq bu halda olacaq. 0, 0 və 0. İndi, deməli, dövrümüz artıq burada bitir. Çünki i ala biləcəyi bütün qiymətləri aldı. Artıq print funksiyasına gedirik. Print funksiyasına nə edir? Deyir ki, C dəyişənindəki, yəni həmin o siyahdakı elementləri birləşdir. Birləşdirdikdə də nə olur? Artıq yeni bir halda çap edilir. Və çap ediləcəyi ifadə bu formada olur. Buna uyğun cavabımız varmı? B variantında var. Deməli, doğru cavab B variantı.